Mən sizə deyim ki, bölgələrdə təəssüf ki, bu cərrah ginekoloqlar azdır. Ən çox doğuş, müalicə həkimi dediyimiz ginekoloqlar var. Əməliyyatı da onlar üzərindən götürmürlər. Məcbur ümumi cərrah məcburiyyətdən buraxırlar. O da yanlış müdaxilə. Bəli, ümumi cərrahda ginekoloq olmadığı üçün, bəli, yanlış müdaxilə ilə yumurtalıq rezervi azalır. Bu da hansı ki, sonsuzluğa gətirib çıxara bilir. Digər səbəb dediyimiz kimi boru faktoru, borular mütləq açıq olmalıdır. Birisi 2 boru var. Heç olmasa 2 borudan biri ən azından açıq olmalıdır. Boruları peki bağlayan səbəb nədir? Nə ola bilər? İnfeksiya, ən önəmli səbəb infeksiya. Uşaq vaxtı olsun ya da evlərindən sonra olsun keçirilmiş infeksiyalar boruların bağlanmasına səbəb ola bilər. Borularda keçirilmiş əməliyyat, cərrahi əməliyyat, nə vaxtsa partlamış apendisit. Məsələn, bir pasient gəlir bizə deyir, mütləq anamnez toplayanda daha öncə nə əməliyyat keçirmişsiniz? Apendisit əməliyyatı olmuşam. Mütləq soruşulmalıdır. Apendisit partlamış mıydı? Təcili mi alındı? Xəstəxanada çox mu qaldın? Çünki partlamış apendisitlər qarın daxili infeksiya səbəb olur və o da boruların bağlanmasına səbəb ola bilir. Digər tərəfdən bayaq dediyimiz kimi endometrioz da səbəb ola bilər. Keçirilmiş qarında əməliyyatlar, çapıq. Bəzi özəl dərmanlar var. Özəlliklə, düzdür, o dərmanlar çox istifadə olunmur. Həmin o xanımın anası ona hamilə ikən bəzi ana bətnə dərmanlar istifadə edir. Sonra o qız uşağı dünyaya gəldikdən sonra borularda anadan gəlmə problemlər ola bilər. Əlbəttə, indi bu dərmanlar çox istifadə olunmur. Çünki artıq həkimlər bilir ki, bu dərman olmaz. Mütləq anasının belə hamiləlik vaxtı istifadə etdiyi dərmanlar yaxşı olar ki, sorğulansın. Təbii, inşallah ki, anası yanında olarsa əlbəttə ki.